Salam, hər kəs xoş gördük. Bizim Toyollar kanalında yeni maraqlı bir video ilə dostlar yenidən qarşınızdayım. Bu dəfəki videomuzun mövzusu başlıqdan da artıq sizlərə məlumdur. Mən də biraz açıqlama verim bu barədə. Yenə də təbii qarşım çəkib paylaşacağım dostlar bu videoda. Ona görə də bu videonu sona qədər izləyin. Çünki təsərrüfatınızda həqiqətən də işinizə yarayacaq. Bir dəfə çəkib paylaşmışdım. Kanalımda var bu mövzuya aid video. Yenə də çəkib paylaşmaq istədim. Çünki uzun müddət keçmişdi üzərindən. Yenidən sizin diqqətinizə çatdırmaq istədim bu videonu. Təbii qarşımdır. Profilaktik istifadə edildikdə toyuqlarınızda tələfatı olmayacaq. Yəni rahat toyuqlarınız inkişaf edəcək. Hər şey öz qaydasında olacaq. Çox rahat, sadə üsuldur. Hazırlanma qaydası da çox rahatdır. Əgər həyətinizdə nar ağacı varsa, rahatlıqla hazırlaya bilərsiniz. Hazırlanma qaydasını söyləməmişdən öncə sizlərdən bir xahişim var. Bu video dostlar sizdən 2000 like gözləyirəm, 2000 bəyənmə gözləyirəm. Bir də kanalıma hələ də abunə deyilsənsə, abunə ol, maraqlı videolar paylaşıram. Bir də rəy yazmağı, şərhlərini bu videonun rəy hissəsində, şərh bölməsində yazmağı unutma. Adi bir smile də qoya bilərsiniz. İndidən hər birinizə dərin təşəkkürümü bildirirəm. Bu mənim üçün həqiqətən də çox önəmlidir. Keçək dostlar hazırlanma qaydasına. Hazırlanma qaydası bunlarımızın qabıqlarını qaynadacaq suda hardasa 10-15 dəqiqə və ondan sonra soyumağa qoyuruq. Soyuduqdan sonra da gətirib bunların su qablarına, toyuqlarımızın su qablarına qoyuruq. Nəyə xeyirdir dostlar? İndi sizinlə bir yerdə hazırlayacağım. Birinci biraz xeyirlərindən danışım. Bildiyiniz kimi nar həqiqətən də çox xeyirli bir bitkidir. Nar antioksidantlarla zəngin bir meyvədir. Yəni tez-tez həm də sezonudur deyənə, nar sezonudur deyənə ona görə də istədim belə bir video hazırlayayım ki, yəni sezonunda, yerində, vaxtında istifadə edildikdə hər şey daha yaxşı olur. İstədim belə bir video hazırlayayım sizlərə. Əsasən narın xeyri nədir? İshal xəstəliklərində, ishalla bağlı görülən, müşahidə edilən xəstəliklərdə çox xeyirlidir. Əgər toyuğunuzda ağ ishal, yaşıl ishal, belə bir şeylər varsa, narın qabığını qaynadıb verə bilərsiniz. Bunun kimyəvi üsulunda paylaşmışam kanalımda, bir neçə dəfə paylaşmışam. Onu da verə bilərsiniz. Hansı ki, levomisin tərkibli dərmandır. Darnica onu 1 litrə 2 tabletka əlavə edib toyuqlarınıza verə bilərsiniz. Bu həqiqətən də kömək olur. Amma mən bu dəfə təbii üsulunu paylaşmaq istədim. Özüm də çalışdığım qədər təbii qidalardan istifadə etdiyimə görə toyuqlarıma da belə təbii məhsullar, təbii qidalar verməyə çalışıram. Onları təbii qidalarla daha güclü, daha sağlam saxlamağa çalışıram. Sizlərə də məsləhətim budur ki, təbii qidalardan daha çox istifadə edin, daha çox sağlam olun və toyuqlarınıza da təbii qidalar verin. Deməli, narımızın qabığını qaynadıb birazdan verəcəm toyuqlara. Mən bunu profilaktik edirəm, şükürlər olsun, bizdə hər şey qaydasındadır. Yəni, görmək olur, müşahidə eləmək olur, videolarıma baxsanız da görə bilərsiniz, elə bir problem olmur. Həzm sistemini bu qarşım düzəldəcək, daha da yaxşı edəcək, bağırsaq divarlarını daha da sağlamlaşdıracaq. Ona görə də belə üsullardan çalışdığım qədər istifadə edirəm. İndi isə dostlar keçək hazırlayaq. Burada da düzələrimizi keçirmişəm bura. Çünki artıq o hin onlar üçün balaca idi. Buraya keçirdim. Burada rahat anaları ilə birlikdə gəzirlər. Quzumuz da o biri quzuların yanındadır. Burada da narımızın gilələrini əlavə edəcəm. Yavaş-yavaş gilələməyə başlayaq. Dostlar 5 nar götürmüşdüm. 3-ünü artıq gilələmişəm. Qabıqlarını da bu qaba yığmışam. Arılar da gəlib artıq. Burada da toyuqlarımız belə diqqətlə baxırlar, nar istəyirlər məndən. Biraz vermişəm təbii ki. İş gedir dostlar. Sizlərdən isə kanala abunə olmağı gözləyirəm. İnşallah ki, abunə olarsınız. Dediyim kimi, narın çox faydaları var. Həzm prosesini həqiqətən də nizama salır. Amma burada bir məsələ var. Əgər siz profilaktik məqsədlə istifadə edirsinizsə, bir maksimum 2 gün verə bilərsiniz. Amma müalicəvi məqsədlə istifadə edirsinizsə təbii ki, onda 3 gün ard-arda istifadə edin. Əgər keçməsə, ishalı, həzm prosesləri qaydasına düşməsə, onda 4-cü gündə verə bilərsiniz. Artıq 4 gündən çox vermək olmaz, çünki düzücü xüsusiyyəti də var. Ona görə də çalışın, çox istifadə etməyin toyuqlarınıza, qəbizli yarada bilər. Çalışdığınız qədər az istifadə edin. Yəni, profilaktik məqsədlə dediyim kimi 1, maksimum 2 gün, amma belə müalicəvi məqsədlə isə 3-4 gün. Bu da maksimumudur 4 gün. Yəni, bunları diqqətə alın, nəzərinizə çatdırıram bu nüansları ki, sonradan bir problem olmasın. Dostlar, artıq nar qabığımız hazırdır. İndi bunun üzərinə biraz su əlavə edəcəm
və qoyacam sobanın üzərinə, qaynasın orada. Ondan sonra soyumağa biraz qoyacağam və sonra gəlib artıq sonda toyuqlarımızın su qablarına əlavə edəcəm ki, gün ərzində içsinlər. İlıq-ilıq da vermək olar, soyuq aylarda artıq, amma bugün hava istidir, şükürlər olsun. Bu da bizim nar girələrimizdir. Bunu isə özümüz nuş edəcəyik. Göz haqqınızı halal edin. Hər birinizə dərin təşəkkürlər. Dostlar, videoya mütləq like'larınızı qoyun, dəstək olun. Bu həqiqətən də mənim üçün çox vacibdir. Bu videoya bayaq dediyim kimi 2000 bəyənmə, 2000 like gözləyirəm. Sizdən rəylərinizi yazın ki, videomuz YouTube'da daha da irəli pillələrə çıxsın. İndidən hər birinizə dərin təşəkkürümü bildirirəm. Deməli dostlar, nar qabıqlarımızı qaynatdıq. Belə bir görüntü ortaya çıxdı. İndi biraz soyumağa qoymuşam, bura külək çəkir deyənə. Az-az burada soyuyacaq. Ondan sonra artıq toyuqlarımın su qablarına əlavə edəcəm. Burada da bunlar yenə də məni diqqətlə dinləyirlər. Dediyim kimi, həqiqətən də bu nar qabığı toyuqlar üçün çox xeyirlidir. Onlar da ishalın qarşısını alır. Əvvəlcədən verəndə artıq o xəstəlik üçün tədbir görmüş olursunuz. Nəinki ishalda, digər xəstəliklər üçün də bu keçərlidir. Mən toyuqlarımı demək olar ki, illərdir bu qaydada saxlayıram. Çalışdığım qədər dərman vermirəm. Əvvəlcədən belə tədbirlərlə onların sağlamlığının qayğısına qalıram. Demək olar ki, xəstələnmək, tələfatlar bizim sürüdə olmur. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bəzən fəsildən fəsilə də keçəndə yumurta məhsullarında zəifləmələr olur. Bunu da çalışdığım qədər, indi hazırda görürsünüz, orada yeri didirlər. Mən ora dəniz qumu səpmişəm. Tərkibində balaca kiçik balıq qulağının dənələri var. Saqqanaq deyirik biz. İndi onları orada dənləyirlər. Bununla da kalsium ehtiyaclarını ödəmiş olur toyuqlarımız və yumurta məhsuldarlığına müəyyən qədər kömək olmuş olur. Ümumiyyətlə toyuqlarıma nəinki yumurta məhsuldarlığı ilə yanaşı, həm də xəstəliklərdən qorumaq üçün belə profilaktik tədbirlər görə onların immun sistemlərini daha da möhkəmləndirmişəm. Lələklərini görürsünüz dostlar, parıllayırlar, şuxdular, süs toyuğumuz yoxdur. Süs toyuq artıq bu sürünün üstündə tez nəzərə çarpır. Çünki hamısı maşallah aktivdirlər, enerji doldular. Bəzən həyətə də buraxıram. Məsələn, dünən buraxmışdım həyətə, yaşıllığın içərisinə. Orada da rahat idilər, sərbəst gəzirlər, həşəratlarla, yaşıllıqla qidalanırlar. Yəni, problemlərimiz demək olar ki, olmur. Tələfatlarımız il ərzində 1-2 dəfə olur. Bu da normal haldır. Yəni, o, belə deyim, göz muncuğudur o. Olur bəzən belə şeylər. Amma belə kütləvi tələfatlarımız şükürlər olsun ki, olmur. İndi bizim bu nar qabığımız da soysun, suyu soysun daha doğrusu. İnşallah ki, bunu su qablarına əlavə edib toyuqlarıma verəcəyim. Videonun əvvəlində demişdim, nar qabığının antioksidant təsiri var. Həqiqətən də toyuqları qoruyur ishaldan, onların həzm sistemini qaydasına salır. Suyumuz dostlar artıq soyudu, ona görə də gətirib toyuqlarımın önünə qoydum belə. Artıq maraqlanmağa başlayıblar. Rəngi onların diqqətini cəlb edib, indi yavaş-yavaş içməyə başlayacaqlar. Tam soyumayıb, onu da deyim, ilmanqıdır, ilığdır biraz, gün ərzində daha da soyuyacaq. Toyuqlar artıq içə bilərlər, görürsünüz artıq yavaş-yavaş dimdiklərini vurub, dadını yoxlayırlar. Həqiqətən də yaxşı qarışımdır, təbii qarışımdır. Dediyim kimi, nar antioksidantlarla zəngindir, toyuqlarınızın çox xoşuna gələcək. İstifadə edin belə qarışımlardan, toyuqlarınızı belə qarışımlarla bəsləyin, qayğı göstərin, onda daha da yaxşı məhsulları əldə edəcəksiniz. Artıq videomuzu burada yekunlaşdırıram. Hər birinizə indidən dərin təşəkkürümü bildirirəm. Gələn videolarda görüşərik. Özünüzü qoruyun. Allah amanında olun. Hələlik. Sağ olun.